Bunu bir his kimi izah etsəydik də, bu hansı hissdə biz özündən tanımağı biz müşahidə edə bilirik? Varmı bu belə? Əlbəttə. Əgər bayaq dediyim kimi, biz əgər hiss ediriksə ki, öz yerimizdə deyilik, həmən nələr baş verir? Bizdə burada artıq nə oldu? Mübarizə gedir. Bizim içimizdə potensial var, bizim ehtiyacımız olan məqamlar var. Ancaq o məqamlar bizim həyatımıza gəlmir. Məsələn, tutaq ki, mən doğulmuşam psixoloq olmaq üçün. İnsanlara bir anlamda ruhsal dəstək durmaq deyə, şəfa vermək deyə. Ancaq mən gedirəm mühəndis kimi işləyirəm. Niyə? Çünki mənə evdə deyiblər ki, bizim ailədə hamı mühəndisdir. Sən də mühəndis olmalısan və yaxud sən həkimlər ailəsi, həkim olmalısan. Misal üçün mən də bənzər bir şey yaşamışam. Ondan nümunə gətirim sizə. Ancaq mən uzun illər misal üçün neft sektorunda çalışmış, yəni özümə görə təcrübəsi olan bir insan kimi sizə deyim ki, həmin illər ərzində mən başa düşürdüm ki, mənim həm sağlamlığımda mental və fiziki olaraq dəyişikliklər baş verir. Yəni içərdən əsl Nərmin qışqırır ki, məni gör, mənim ehtiyaclarım bu deyil, bunlar mənim tələblərim deyil. Yəni biz özümüzü, ruhumuzu, iç səsimizi dinləməyi öyrənəndə, onu bastırmayanda, inanın ki, xaricdən də, daxildən də həm gözəlləşirik, həm sağlamlaşırıq, özümüzə də, ətrafa da tamamlanmış versiyamızı göstərmiş oluruq. Onda bizim özümüzə ilk sualımız nə olsun? Özümüzə ilk sualımız olsun ki, mən kiməm? Mənim nəyə ehtiyacım var? Mən kiməm? Mənim nəyə ehtiyacım var? Çox maraqlıdır. Və həmən cavab tapmağa çalışmasın. Özünə zaman versin. Kimliyini sorğulamaqda özünə cavab versin. Bəli. Gözləsin. Bəli. Özünü tanımaq, özünü dərk etmək bu bir prosesdir. Bu bir saatın içində bizim anlaya biləcəyimiz bir şey deyil. Bəzən biz qarşı tərəfi daha tez anlaya bilirik, nəinki özümüzü. Bəs bu niyə belədir? Həqiqətən doğrudan da elədir. Biz qabağımızdakını deyirik, bu belədir, Bəli, amma bəli. öz gözümüzdə heç nə görmürük də. Çünki nümunə gətirdiyim kimi yaxında olanı, içimizdə olanı biz görə bilmirik. Axı ona kənardan baxa bilmirik. Ona görə də o anda dayanmağın, fasilə verməyin, hətta necə deyirlər mütəxəssislər, meditasiya elə. Nə üçündür bunlar hamısı? Sakitləş. Özünə qayıtmağın üçün. Bütün cövhərlər bizim özümüzdədir. Bizə lazım olan hər şey, insan o qədər mükəmməl bir varlıqdır ki, bizi yaradan o qədər zəngin, mükəmməl yaradıb ki, deyirləri, özünün psixoloqu olmalısan. Bəlkə professional kimi bundan razılaşmaya bilərəm, ancaq ümumi anlamda, böyük anlamda doğrudan da bu belədir. Biz həqiqətən özümüzü sorğulasaq, özümüzə lazım olanların fərqində olsaq, inanın ki, doğrudan da dərmanımız da özümüzdədir və doğru suallarla doğru cavabları tapıb biz istədiyimiz yerə gələ bilərik. Heç zaman gec deyil. Heç zaman gec deyil. Hərənin öz zamanı var, hazır olduğu zaman.